Daniel 9-cu fəsil. Danielin öz xalqı üçün duası. Midiya tayfasından Axaşveroşun oğlu Daranın padşahlığının 1-ci ili idi. O, Xaldeya ölkəsinə padşah qoyulmuşdu. Onun padşahlığının 1-ci ilində mən Daniel, Yerusəlimin viranə qalacağı müddətin 70 il olduğu barədə Rəbbin Yeremiya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım. Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum. Oruç tutaraq dua və yalvarışla onu axtardım. Allahım Rəbbə dua elədim və etiraf eləyərək dedim: Sənə dua eləyirəm, ey böyük və zəhimli Xudavənd Allah. Səni sevənlər və əmirlərinə əməl eləyənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən. Biz günah və təqsir elədik. Pislik eləyib sənə qarşı üsyankar olduq. Sənin əmirlərindən və hökmlərindən üz döndərdik. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına sənin adından söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq. Ey Xudavənd, səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı. Bu, Yəhud adamlarına, Yerusəlimdə yaşayanlara və sənə qarşı elədikləri xainlikdən ötürü sürgün elədiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillərin hamısına aiddir. Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qarad, çünki sənə qarşı günah eləmişik. Mərhəmət və bağışlamaqsa Xudavənd Allahımıza məxsusdur, çünki biz ona qarşı üsyan eləmişik. Allahımız Rəbbin sözünə qulaq asmadıq. Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl eləmədik. Bütün İsraillər sənin qanununu pozub azdı, sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın qanununda yazılmış lənət başımıza yağdı və ant yerinə yetdi, çünki ona qarşı günah elədik. O da başımıza böyük bəla gətirərək bizə və hökm eləyən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi. Çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib. Musanın qanununda yazıldığı kimi, bütün bu bəla başımıza gəldi. Amma biz Allahımız Rəbbə üz tutmadıq ki, təqsirlərimizdən dönək və onun həqiqətini dərk eləyək. Rəbb də bu bəlanı başımıza gətirməyə tərəddüd eləmədi. Çünki Allahımız Rəbb elədiyi bütün işlərində ədalətlidir. Amma biz sənin səsinə qulaq asmadıq. Ey Allahımız Xudavənd, sən öz xalqını Misir torpağından qüdrətli əlindən çıxardın və bugünə qədər davam eləyən izzət qazandın. Biz isə günah işlətdik, pislik elədik. Ey Xudavənd, bütün ədalətli işlərinə görə sənə yalvarıram. Qeyz və qəzəbini öz şəhərin Yerusəlimdən, müqəddəs dağından döndər. Çünki bizim günahlarımızdan və atalarımızın təqsirlərindən ötürü Yerusəlim və sənin xalqın bütün ətraf xalqlar arasında rüsvay oldu. Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, öz xatirinə işıqlı üzünü viran olan müqəddəs məkanına tərəf çevir. Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və sənə məxsus olan şəhəri gör. Çünki öz salihliyimizə görə deyil, sənin böyük mərhəmətinə görə yalvarışlarımızı sənin önündə təqdim eləyirik. Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət elə və hərəkətə gəl. Ey Allahım, öz adın naminə gecikmə, çünki şəhərin və xalqın sənə məxsusdur. 70 dəfə 7 illik dövr barədə vəhy. Mən hələ danışıb duada özümün və xalqımın İsrailin günahlarını etiraf eləyərək, Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim eləyən zaman, hələ dua eləyərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrail, axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi. O məni başa saldı və mənlə danışıb dedi: Ey Daniel, indi mən gəldim ki, sənə müdriklik və dərrakə verim. Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım. Çünki Allah səni çox sevir. İndi isə sözün barədə düşün və görüntünü bil. Sənin xalqını və müqəddəs şəhərin üçün 70 dəfə 7 illik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, ən müqəddəs yer məhs edilsin. Bunu bil və anla, Yerusəlimi bərpa eləyib tikmək üçün verilən fərmanın çıxmasından məhs olunmuş hökmdara qədər 7 illik dövr keçəcək.
62 illik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək. Amma bu çətin vaxtlarda olacaq. 62 illik dövrdən sonra məhs olunan həlak olacaq. Amma bu özü üçün olmayacaq. Gələcək hökümdarın xalqı, şəhəri və müqəddəs yeri viran eləyəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam eləyəcək. Viranəliklər olacağına qərar verilib. Həmin hökümdar 7 illik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu 7 illik dövrün ortasında qurbanla təqdimi dayandırılacaq. Məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq.